Hər vaxtınız xeyir. Bu günlər biz 4-cü dərsin testinin cavablarına baxırıq. Bax, birinci suala. Uyğunluğu müəyyən edin deyir. Təlim məqsədlərini düzgün müəyyən etməyə imkan yaradır. Təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır və təlimdə interaktivliyi təmin eləyir. Bunlar hər üçü alt standarta aid olan xüsusiyyətlərdir və bunların açıqlamasını tapmalıyıq. Deməli deyir, dərsin necə təşkil olunacağına aydınlıq gətirir. Yəni biz burada hansı strategiyadan, hansı iş formasından üsulumuzu və yaxud da seçəcəyimizi bildirir bizə. Bu olur strategiyanın seçilməsi. Yəni ikinciyə aid A-nın qarşısına yazırıq ki, dərs zamanı ayrı-ayrı fənlərdəki mövzuları əlaqələndirmək və öyrənmək mümkündür. Bu interaktivlik belə deyək ki, terminindən əlaqəlidir və burada interaktivliyi deməli bildirir. Ayrı-ayrı mövzuları bir-birinə əlaqələndirmək, fənləri bir-birinə əlaqələndirmək, fənni həyatla əlaqələndirmək, yəni təlimdə interaktivliyi təmin etmək deməkdir. Olur B. Dərs üçün təlim nəticələrinin düzgün qoyulmasına imkan verir və burada da təlim məqsədini düzgün müəyyən etməyə imkan yaradır xüsusiyyətini bildirir alt standartın. Olur 1-ə C, 2-yə A, 3-ə B. Düzgün cavab D variantı. Sual 2. Hansı fikir yanlışdır? Alt standart müəllimin dərs zamanı hansı strategiyalardan istifadə edəcəyini müəyyənləşdirir. Baxın, gelib yuxarıda deyir ki, bu doğrudur. Çünki strategiyanı alt standarta uyğun seçirik. Sonra, fənnin məzmun xəttlərinə aid alt standartlar arasındakı əlaqə fəndaxili inteqrasiyaya aid. Dedik ki, məzmun xəttlərinə aid alt standartlar arasındakı əlaqə üfüqi inteqrasiyadır və bu fəndaxili inteqrasiyanın bir növüdür. Ona görə bu da doğrudur. Məzmun xəttləri summativ qiymətləndirmənin aparılmasını təmin edir. Xeyr, məzmun xətti yox, alt standartda summativ qiymətləndirmənin aparılmasını təmin eləyən. Çünki biz dərsdə öyrətdiyimiz bilik bacarıqları summativ qiymətləndirmədə qiymətləndiririk ki, görək həmin biliyə bacarığa nə qədər çatmışıq. Məzmun xətti qiymətləndirmənin aparılmasını təmin eləmir. Elə səhv olan variantımız C variantımızdır. Digərlərinə baxaq. Fərqli inteqrasiya alt standartın siniflər üzrə əlaqəsini təmin edir. Bəli, doğrudur. Biz qoyuruq. Alt standart şagirdlərin bilik bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Bəli, bu da doğrudur. Alt standartın tərifi ilə E variantında verilən fikir. Sual 3. Uyğunsuzluğu müəyyən edin. Məzmun standartı məzmun xətti üzrə görüləcək fəaliyyətin istiqamətini müəyyən edir. Məzmun standartı yox, bunun yerinə əsas standart yazılmalı idi və əsas standart yazılsaydı cümləmiz düz olardı. Əsas standartdır ki, məzmun xətti üzrə görüləcək fəaliyyətin istiqamətini müəyyənləşdirir. Bu səhvdir. Doğrunun altında ödəmədiyi üçün bura qoyuruq nə? Minus. Deyir ki, hər təhsil səviyyəsinin sonunda şagirdin əldə etməli olduğu bilik, bacarıq toplusu ümumi təhsil səviyyələri üzrə təlim nəticəsində öz əksini tapır. Düz deyir də, hər səviyyənin sonunda olan nəticələr harda öz əksini tapır? Təhsil səviyyələri üzrə təlim nəticələrində. Yəni doğrudur. Səviyyənin sonundakı əldə edəcəyin bilik, bacarıq harda müəyyənləşir? Əvvəldə. Yəni nə vaxt? Təhsil səviyyələri üzrə təlim nəticələrində. Doğru olduğu üçün bunu plus qoyuruq. Çünki doğrunu ödəyir. Doğru mülahizədir və doğrunu ödədiyi üçün müsbət işarəsi qoyduq. Sonra baxırıq üçüncüyə. Deyir, fənn üzrə təhsil səviyyələri üçün təlim nəticələri müəllimlərə hazır şəkildə verilir. Bəli, bu doğrudur. Ümumiyyətlə, belə deyək, məzmun xəttləri üzrə təlim nəticələri, sinifin sonu üçün təlim nəticələri və səviyyələr üzrə təlim nəticələri müəllimlərə hazır şəkildə verilir. Bu doğru mülahizədir. Amma yanlışın altındadır. Yanlışı ödəmədiyi üçün minus qoyuruq. Mülahizə olaraq doğru idi, amma yanlış ödəmədiyi üçün minus qoyduq. Dördüncüyə baxırıq. Məzmun xətti fənnüstü inteqrasiyanın həyata keçirilməsində mühüm rol oynayır. Xeyr, məzmun xətti yox, alt standart inteqrasiyanın həyata keçirilməsində mühüm rol oynayan və yanlışdır mülahizəmiz. Mülahizə yanlışdır və yanlışın altında ödəyir deyə müsbət işarəsi qoyuruq. Biz burada müsbətləri, mənfiləri ödəyir və yaxud da ödəmir deyə, yuxarıda verilənləri ödəyir və yaxud da ödəmirə görə qoyduq. Və bizdən burada uyğunsuzluğu istəyir. Mən bu testi digər müəllimlərdən biraz fərqli işlədirəm. Uyğunsuzluq istədiyinə görə mən götürəcəm ödəməyənləri, yəni 1 ilə 3-ü. Əgər yuxarıda uyğunluğu məndən istəsəydi, mən ödəyənləri götürərdim, yəni müsbət qoyduqlarımı götürərdim. Uyğunsuzluq istədiyi üçün də düzgün cavab olur 1, 3 A variantı. Sual 4. Alt standart təlim məqsədinin müəyyən olunması üçün zəmin yaradır. Funksiyasını izah edən bəndi seçirik. Biz bayaqlar digər sualda bunu vurğulamışdıq ki, alt standart təlim məqsədinin müəyyən olmasına zəmin yaradır deyəkdə nəyə nəzərdə tutulur? İndi baxaq ona. Deyir, bu funksiya alt standartın dərsin qiymətləndirmə vasitələrinin hazırlanmasına xidmət etdiyini göstərir. Xeyr, burada təlim məqsədindən danışılır, qiymətləndirmədən danışılmır. Ona görə variant səhvdir. Alt standartda müəllimin hər dərs üçün hansı addımlar atacağı dəqiq öz əksini tapır. Burada da yenə təlim məqsədindən danışmır. Burada strategiyalardan danışılır. Ona görə
Bu da getdi, çünki hər dərsin atacağı addımlardan danışılır. Yəni hansı iş formasından, üsulundan istifadə edəcəyindən danışılır. Müəllim sonda şagirdin əldə edəcəyi bilik və bacarıqları alt standarta görə müəyyən edir. Bəli, çünki biz təlim məqsədində nəyi bildirirdik? Sonda əldə edəcəyimiz bilikləri, bacarıqları əvvəlcədən müəyyənləşdirirdik və dərs üçün belə deyək də müəyyənləşdirdiyimiz təlim nəticəsi isə, təlim məqsədi isə alt standartdan çıxarılırdı. Ona görə də düzgün cavabımız olur C variantı. Digərlərinə baxaq. Müəllim alt standartın tələbinə uyğun olaraq təlim fəaliyyətini alt standart, əks olunan bilik bacarığa görə müəyyənləşdirməlidir. Bu da yenə strategiyalarımızdan danışır. Yəni bilik bacarığa uyğun olaraq mən strategiyamda ona uyğun müəyyənləşdirməliyəm. Çünki alt standartdan mən bilik bacarıq çıxardıramsa, strategiyam da ona uyğun olmalıdır. Belə, dedi getdi. Alt standartın siniflər üzrə fəaliyyətinin getdikcə çətinləşdiyini göstərən funksiyasıdır. Xeyr, bu da davamlı inkişafı bildirir. Təlim məqsədləri ilə bağlı hissəyə aid deyil. Ona görə düzgün cavabımız olur C bu sualdır. Gəlirik sual 5-ə. Yanlış fikri müəyyən eləyin. Alt standart məqsədə çatmaq üçün hansı strategiyadan istifadə edilməsinin müəyyənləşdirilməsinə xidmət eləyir? Bəli, bunu yuxarıda da vurğuladıq ki, strategiyaları seçmək üçün alt standartı mütləq formada baxmalıyıq, nəzərə yetirməliyik. Bu doğrudur. Məzmun standartlarının siniflər üzrə əlaqəsi şaquli inteqrasiyanı əhatə edir. Məzmun standartı dedikdə, yəni alt standartın siniflər üzrə əlaqəsi şaquli inteqrasiyadır. Bəli, bu da doğrudur. Düz qoyuruq. Alt standart müəllimə dərsində 2 və daha çox fənnin mövzusunu əlaqələndirməyə imkan verir. Bəli, çünki inteqrativliyi təmin edən təlimdə nə idi? Alt standart idi. Ona görə doğrudur deyə düz qoyuruq. Məzmun xətti nəzərdə tutulan təlim nəticələrinin nailiyyətlərinin daha doğrusu nəticələr formasında əvvəlcədən müəyyən olunmasıdır. Xeyr, bu məzmun xəttinin tərifi deyil. Ona görə də səhv olan variantımız elə olur D variantı. Y-yə baxaq. Təhsil səviyyələri üzrə hər bir fənn üçün ümumi təlim nəticələri mövcuddur. Bəli, hər bir fənn üçün ümumi təlim nəticələri hər səviyyənin sonu üçün mövcuddur. Bu da doğru yanaşmadır, yəni daha cümlədir. Amma D variantı isə səhvdir. Sonra keçdik 6-cı suala. Müəllim 9-cu sinif ingilis dili dərsində, fənnində verilmiş müxtəlif yazı formalarından düzgün yazır alt standartını reallaşdırarkən, danışarkən sözlərdən düzgün istifadə edir, alt standartına inteqrasiya eləyir. Burada hansı inteqrasiya növündən istifadə olunur? Baxın, yazı və danışmaq. Yazı 3-cü məzmun xətti olmalıdır, səhv eləmirəmsə Azərbaycan dilindən. Danışmaq və dinləyib anlamaq isə Azərbaycan dilinin 1-ci məzmun xəttidir və məzmun xəttlərinin aid alt standartlar arasında əlaqə isə, müxtəlif məzmun xəttinə aid alt standartlar arasındakı əlaqə isə fəndaxili üfüqi inteqrasiya olduğunu göstərir bizə və biz burada cavab olaraq tapırıq ki, C variantında yazılıb nə? Fəndaxili üfüqi inteqrasiya. Düzgün cavabımız olur nə? C variantı 6-cı sualdır. Keçdik 7-ci suala. Yanlış fikri müəyyən eləyin deyir. Summativ qiymətləndirmə məzmun xəttində əks olunan bilik və bacarıqları qiymətləndirməyə imkan verir. Elə yanlış fikrimiz bizim budur. Niyə? Çünki summativ qiymətləndirmə nədə olan bilik bacarığı əks elətdirirdi? Daha doğrusu qiymətləndirməyi belə deyək, bizə məcbur eləyirdi. Alt standartda olan bilik bacarığı biz summativdə qiymətləndirməli idik. Məzmun xəttində əks olunan bilik bacarığı yox. Ona görə də səhv olan variantımız elə A variantıdır. Digərlərinə baxaq. Fəndaxili inteqrasiya şaquli və üfüqi inteqrasiya olaraq 2 növə ayrılır. Doğrudur. Hər bir təhsil səviyyəsinin sonu üçün təlim nəticələri bütün fənləri əhatə edir. Bu da doğrudur, çünki hər təhsil səviyyəsinin sonunda bütün fənlər üzrə təlim nəticələri bizə verilir. Alt standart təlim məqsədlərinin dəqiq müəyyən olmasına etibarlı zəmin yaradır. Bu da alt standartın xüsusiyyətidir. Doğrudur. Yəni təlim məqsədini biz alt standarta görə çıxardırıq. Hansı təlim nəticələrini? Dərsin təlim nəticələrini. Fənlərarası inteqrasiya 2 və daha çox fənnin birləşdirilməsinə imkan verir. Bəli, bu da doğrudur. Deməli, səhv olan variantımız oldu yuxarıda yazılan A. Niyəsini də izah elədik. Gəldik 8-ə. Deyir, uyğunluğu müəyyən edin. Bir dənə üzr istəyirəm. Yaxınlaşdım. Düzəldi. Summativ qiymətləndirmə aparılarkən əsas standart nəzərə alınır. Bayaqdan neçə dəfə demişik ki, alt standart summativ qiymətləndirmənin aparılmasını təmin edir. Ona görə bu səhvdir, yəni ödəmir. Mülahizə olaraq doğru deyil və doğrunun altında ödəmədiyinə görə qoyuram nə? Minus. Alt standart sinifdən sinifə dəyişir. Bəli, alt standart sinifdən sinifə dəyişir demişdik. Bütün siniflərdə müxtəlif alt standartlar olur. Deyək ki, eyni rəqəmdə olan, məsələn, 2, 1, 1 alt standartı daimi olaraq dəyişə-dəyişə gedir. Yəni rəqəm dəyişmir ha. Bu rəqəmin belə deyək, içində yazılan açıqlama, sözlər, cümlələr çətinləşə-çətinləşə gedir. Yəni doğrudur, dəyişməyi. Doğrunu doğrunu elədiyi üçün plus qoyuram. Deyir, inteqrasiyanın ən üstün səviyyəsi fənn üstü inteqrasiyadır. Bəli, doğrudur, doğru fikirdir.
Amma yanlışın altında ödədiyi üçün mülahizə doğru olsa da, yanlışı ödəmədiyi üçün qoyuram nə? Minus. Alt standart mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Bu alt standartın yox, ümumi təlim nəticələrinin tərifidir. Yanlış mülahizədir. Yanlış mülahizə yanlışın altındadır. Ödəyir deyə plus qoyuram və məndən uyğunluğu istədiyinə görə mən ödəyənləri götürürəm burada. Ödəyənlər hansıdır bəs? 2 və 4-dür. Yəni düzgün cavabımız olur Y variantı. Düzgün mülahizələrimiz yox ha. Düzgün cavabımız Y variantı olur. Sonra baxırıq 9-a. Coğrafiya müəllimi şagirdin layihə tərtib etmə bacarığını yoxlamaq istəyir. Layihəni təşkil edən şagird onu hazırlamaq üçün biologiya və kimya fənlərindən məlumatlar toplamağa başlayır. Layihə zamanı hansı inteqrasiya baş verir? Baxın, biz əvvəllərki qaydaya uyğun olaraq deyirdik ki, layihə sözünü görürüksə, burada mütləq formada fənüstü inteqrasiyanın istifadə olunduğundan danışırdıq əvvəlki versiyada. Amma hal-hazırdakı versiyada layihə tərtib olunmağı o demək deyil ki, biz orada fənüstü inteqrasiyanı götürməliyik. Layihə üçün şagirdin məktəbdənkənar fəaliyyəti mütləqdir. Əgər şagird məktəbdənkənar fəaliyyətini görmürüksə verilən situasiyada, bu zaman layihə sözü yazılan zaman biz fənüstü inteqrasiyanı götürə bilmərik. Burada coğrafiya dərsində biologiya və kimya dərslərinə müəllim inteqrasiya elədiyi üçün də biz burada yalnız fənlərarası inteqrasiyanı götürə bilərik. O da düzgün cavab olaraq eləyir B variantı. Sual 10. Alt standarta aid olanı seçin. Mənimsənməsi nəzərdə tutulan təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Bu alt standarta aid olan belə deyək, tərif və yaxud da ki, hər hansı bir izah deyil, səhvdir. Fənnin əsas məzmununu ifadə edən ana xəttdir. Bu da alt standarta aid deyil. Təhsilçilərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Bəli, belə alt standartın tərifidir. Düzgün cavab C variantıdır. Təhsilçilərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbi bu da deyil. Fənn üzrə ilahlaşması nəzərdə tutulan ümumi təlim nəticələridir. Bu da deyil. Yəni bunların hər biri digər belə deyək terminlərə aiddir. Məsələn, birinci ümumi təlim nəticələrinə, ikinci B variantına yazılan məzmun xəttinə, üçüncü qiymətləndirmə standartına, dördüncü isə yenə də ümumi təlim nəticələrinə aiddir. Yəni bu alt standarta aid olansa düzgün cavabımız olur C variantı. Alt standarta aid olmayanlar deyir seçim burada. Baxaq indi alt standarta aid olmayanlar hansılardır? Fənnin məzmunun davamlı inkişafını təmin edir. Bu alt standarta aiddir. Bura plus qoyuruq, amma bizə minuslar lazım olacaq. Çünki olmayanlar istəyir bizdən. Təlim strategiyası ona əsasən seçilmir. Xeyr, əksinə elə alt standarta əsasən seçilir. Səhvdir bu variant. Summativ qiymətləndirmənin aparılmasını təmin eləyir. Bəli, summativin aparılmasını alt standart təmin eləyir. Təhsilçilərin nailiyyət səviyyəsinə yox, bilik bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Nə? Alt standart. Ona görə bu da səhvdir. Fənüstü inteqrasiyanı təmin edir. Ümumiyyətlə inteqrasiyanı təmin edən nədir? Alt standart. Ona görə bu da doğrudur. Bizə yanlışlar lazım idi. Yanlışlar 2 və 4-dür. Düzgün cavabımız olur A variantı. Sual 12. Müəllim Azərbaycan dili dərsində dinləmə mətni qoşur və şagirdlərdən mövzunun əsas və onlara maraqlı gələn hissələrini dəftərlərində düzgün və səliqəli qeyd etmələrini tapşırır. Baxın, dinləmə mətnindən müəllim nə edir? Hissələri seçib yazmalarını tapşırır. Və burada dinləyib anlama məzmun xətti ilə üçüncü olan yazı məzmun xəttini əlaqələndirir. Yəni onlar arasında olan alt standartları əlaqələndirir və müxtəlif məzmun xəttinə aid olan alt standartlar arasındakı əlaqə isə fəndaxili üfüqi inteqrasiya sayılır. Ona görə düzgün cavabımız olur B variantı. Sual 13. Uyğunsuzluğu istəyir bizdən sual 13-də. Deyir, alt standartın siniflər üzrə əlaqəsini təmin edir üfüqi inteqrasiya. Xeyr, üfüqi inteqrasiya yox, şaquli inteqrasiya təmin eləyir. Mülahizəmiz səhvdir, doğrunu ödəmədiyi üçün qoyuruq nə? Minus. Müxtəlif məzmun xəttlərinə aid alt standartlar arasındakı əlaqəni təmin edir üfüqi inteqrasiya. Yuxarıda bildirdik bunu. Doğru mülahizədir və doğrunun altında olduğu üçün qoyuruq nə? Plus, çünki ödəyir. Və daha artıq fənlər arasındakı əlaqəni bildirir fənlərarası inteqrasiya. Bəli, fənlərarası inteqrasiya da doğrudur, amma yanlışın altında yazıldığına görə ödəmədiyi üçün minus qoyuruq. Mülahizə doğrudur, amma yanlış ödəmir deyə minus qoyduq. Təlimdə inteqrativliyi təmin eləyir məzmun xətti. Məzmun xətti yox, təlimdə inteqrativliyi təmin edən alt standartdır. Yəni əlaqəni təmin edən alt standartdır. Məzmun xətti yazılıb. Mülahizə səhvdir, amma yanlışın altında ödədiyi üçün, olduğu üçün daha sonra ödədiyi üçün bura qoyuruq nə? Plus. Bizdən uyğunsuzluğu istəyir deyə biz nəyi götürəcəyik? Minusları, yəni ödəməyənləri. Ödəməyənlər isə C variantında bizə göstərilib. Düzgün cavabımız olur C variantı. Sual 14. Uyğunluğu müəyyən edin. Ümumi təlim nəticələri, məzmun xətti və məzmun standartı. Məzmun standartının digər adı dedik nədir? Alt standartdır.
Sinifin sonu üçün təlim nəticələrini əvvəlcədən müəyyənləşdirmək. Bu hansına aid olur? Baxın, bu aid olur birinciyə, ümumi təlim nəticələrinə. Çünki sinifin sonu üçün olan təlim nəticəsi ümumi təlim nəticələri deməkdir. Bundan əlavə, səviyyələrin sonu üçün təlim nəticəsi də ümumi təlim nəticələrinə aiddir. Məzmun xətti üzrə təlim nəticələri də ümumi təlim nəticələrinə aiddir. Yalnızca dərsin təlim nəticəsidir ki, orada biz ümumi təlim nəticələrinə aiddir sözünü işlətmirik. Sadəcə olaraq dərsin təlim nəticəsi eləcə təlim nəticəsi sayılır. Onun ümumi təlim nəticələrinə aidiyyəti yoxdur. Buna dedim izah eləyim ki, yəni qaranlıq qalmasın sizə. Keçək ikinciyə baxaq. Deyir, hər bir fənnin şagirddə formalaşdıracağı bacarığa görə müəyyənləşir. Yəni formalaşdırdığı bacarığa görə müəyyənləşir. Bu olur hansı? Məzmun xətti. Sonra üçüncüyə baxırıq. Strategiyanı müəyyənləşdirməyə şərait yaradır. Alt standart. Nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Bu alt standarta üzrə aid deyil, qiymətləndirmə standartına aid olan belə deyək, tərifdir. Ona görə onu götürmürük. Düzgün cavabımıza baxırıq. 1A, 2B, 3C. 1A, 2B, 3C. Düzgün cavabımız olur nə? D variantı. Keçdik sual 15-ə. Müəllim həyat bilgisi dərsində havanın çirklənməsinin qarşısının alınması mövzusu ilə bağlı şagirdlərə fikirlərini mətn formasında yazmalarını tapşırır. Müəllim burada nə etmiş olur? Yəni hansı inteqrasiyadan istifadə etmiş olur? Baxın, həyat bilgisi dərsidir və burada bir mövzu var, havanın çirklənməsinin qarşısının alınması. Bununla bağlı müəllim şagirdlərdən mətn formasında fikirlərini yazmalarını tapşırır və burada deməli nə edir? Bir dərslə digər dərsi əlaqələndirir. Şagirdlər bir dərslə digər dərsi əlaqələndirirlərsə, iki fənni əlaqələndirirlərsə, burada fənlərarası inteqrasiyadan istifadə etmiş olurlar. Düzgün cavabımız olur B fənlərarası. Sual 16-ya baxaq. Yanlış fikirləri müəyyən eləyin. Məzmun xətti siniflər üzrə dəyişir. Xeyr, məzmun xətti heç vaxt dəyişmir. Elə yanlış fikrimiz də A variantıdır. Deyirdi ki, məzmun xətti heç vaxt dəyişmir. Ana xətti leitmotivdir. Sonra keçdik ikinciyə. B-də nə deyir? Alt standart şagirdlərin bilik və bacarıqlarına qoyulan dövlət tələbidir. Bəli, doğrudur. Fənlərarası inteqrasiya dərs zamanı bir neçə fənni əlaqələndirməkdir. Bəli, doğrudur. Məzmun xətti fənnin ana xətti olduğu üçün dəyişməzdir. Bəli, doğrudur. Alt standart 1-ci sinifdən 11-ci sinifə məzmunun inkişafını təmin eləyir. Bəli, davamlı olaraq dəyişir və məzmunun inkişafını təmin eləyir nə? Alt standart. Düzgün cavabımız oldu 16-cı sualda A variantı. Sual 17. Dərsdə sahibsiz itlərin qorunması mövzusu keçirilir. Şagirdlər mövzu ilə bağlı ətraflı araşdırma apararaq itlər üçün sığınacaq, tikilə biləcək məkan tapırlar. Bu zaman, görü sayın uşaqlar, zəhmət olmasa. Bu zaman deyir, inteqrasiyanın hansı növü reallaşır? Bağ inteqrasiyanın növünə, deməli, baxın, mövzu sahibsiz itlərin qorunmasıdır və burada nə edirlər? Şagirdlər araşdırma aparırlar və itlər üçün sığınacaq tikilə biləcək məkan tapırlar. Bunu tapmaq üçün şagirdlər mütləq formada dərsdən kənarlaşmalıdırlar, yəni sinif mühitindən çıxmalıdırlar ki, onlar deyək ki, ətraf mühitdə gəzərək bu itlər üçün müxtəlif bir məkan tapa bilsinlər. Bu zaman inteqrasiyanın hansı növü olur? Biz demişdik ki, şagirdlər əgər sinif mühitindən çıxıb, belə deyək də, həmin görəcəkləri işi sinif mühitindən kənarda reallaşdıra bilirlərsə, bu zaman fənn-üstü inteqrasiya olur və burada da gördüyümüz kimi şagirdlər sinif mühitindən kənarlaşaraq işi kənarda görə bilirlər. Bu zaman hansı inteqrasiyaya əməl elədilər? Fənn-üstü inteqrasiyaya əməl eləmiş oldular. Düzgün cavab oldu nə? D variantı. Sual 18. Müəllim Qaraqoyunlular dövləti mövzusunu keçir. Bu zaman dövlətin tarixi şəxsiyyətləri haqqında da məlumat verir. Baxın, biz deyirik ki, tarix fənnində bir neçə məzmun xətti var. Və bu məzmun xəttlərinin içərisində biri dövlət, digəri isə şəxsiyyət, belə deyək, məzmun xəttidir. Və müəllim dövlət və şəxsiyyət məzmun xəttlərinə aid alt standartlar arasındakı əlaqə qurmağı sinifdə fəndaxili hüquqi inteqrasiyaya əməl eləmək deməkdir. Bu da olur düzgün cavab olaraq C variantında. Sonra gəldik sual 19. Müəllim mübtəda mövzusunu keçəndə aşağı siniflərdə öyrədilən əsas nitq hissələri haqqında məlumata istinad edir. Müəllim hansı inteqrasiyanı reallaşdırır? Baxın, biz deyirik ki, siniflər arası əlaqə hansı inteqrasiya olur? Fəndaxili şaquli inteqrasiya. Müəllim burada nə edir? Mövzunu keçdikdə aşağı sinifdə keçdiyi digər əsas nitq hissələri haqqında məlumata istinad eləyir. Deməli, bir sinifdə keçdiyini digər sinifdə keçdiyi alt standartdan əlaqələndirir. Bu zaman nədir? Fəndaxili şaquli inteqrasiyaya müraciət etmiş oldu. Son sualımız qaldı. Sual 20-yə baxaq. Uyğunsuzluğu istəyir bizdən. Bir dəqiqə, düzəltdik. Deyir, hər bir fənnin şagirddə formalaşdırdığı bacarıqlara əsasən müəyyən olunur. Məzmun xətti. Bəli, mülahizə doğrudur və doğrunun altında olduğu üçün biz buna nə edirik? Düz qoyuruq. Məzmunun davamlılığını təmin edir. Xeyr, məzmunun davamlılığı məzmun xətti yox, alt standart təmin edir. Yanlış mülahizədir. Doğrunun altında olduğu üçün minus qoyduq.
Məzmunun zəruri hissəsidir, dəyişməzdir. Bu məzmun xəttidir, amma qarşısında alt standart yazıb. Mülahizə olaraq səhvdir. Yanlışın altında olduğu üçün bir qoyuruq. Çünki səhv ödədi. Məqsədin əvvəlcədən müəyyən olunmasıdır. Ümumi təlim nəticələri, bəli, əvvəlcədən biz məqsədlərimizi müəyyən edirik harda? Ümumi təlim nəticələrində. Yəni mülahizə doğrudur, amma yanlışın altında deyə minus qoyuruq biz bura. Bizdən uyğunsuzluğu istəyir. Uyğunsuzluğu istədiyinə görə də biz nə hansı cavabları ötürürük? 2 və 4-ü. O da E variantında göstərilir. Belə. Bizim bugünkü dərsimiz oldu. Test izahımız oldu. 4-cü dərsin, yəni fənn kurikulumlarına aid terminlərin təsviri. Növbəti dərs saatlarında görüşmək ümidi ilə sağ olun, salamat qalın.